Lerikdə mikroavtobus dərəyi aşıb, yaralılar var. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Lerik istiqamətində hərəkətdə olan Mercedes Vito markalı avtomobil idarə etmədən çıxıb və dərəyə aşıb. Avtomobildə olan sürücü, rayonun Kələxan kənd sakini Pərvaz Məmmədov və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Lənkəran rayon mərkəzi xəstəxanasından verilən məlumata görə təcili yardım şöbəsinə 7 yaralı daxil olub. İlkin məlumata görə onlar Bakıdan qayıdan rayon sakinləridir. Xəsarət alanlar Hakim Mirzəyev, Kənan Salmanov, Mehman Babazadə, Fərhad Salmanov, Pərvaz Məmmədov, Sərxan Ağazadə və Səma Ağazadədir. Saat 10-15 radələrində Lerik rayonu arasında baş vermiş yol nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 7 nəfər, biri qadın, 6 kişi olmaqla Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub. Pasiyentlərin müalicəsi təcili yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.